Esselamu Aleyküm ve Rahmetullah. Değerli Müslümanlar, değerli bazı kardeşlerimiz, hoş gördük hepinizi mübarek Şaban ayında, mübarek Cuma gününde. Rabbimize hamdolsun, Allah bizlere fürsət verdi, imkan verdi. Hələ ki sağıq, hələ ki yaşayırıq. Bu gözəl, bərəkətli ayın və bərəkətli günün xeyrindən, bərəkətindən istifadə eləməyi uca Allah hər birimizə nəsib eləsin. Bugünkü Cuma söhbətimizdə istəyirəm sizlərə bir xatırlatma olsun, bir zikir olsun, bir nəsihət olsun deyə günümüzdəki insanların durumuyla əvvəlki insanların durumunu müqayisə eləyək. Günümüzdəki insanların çatdığı sivilizasiya, mədəniyyətlə əvvəlki insanın mədəniyyətini çatdıqları sivilizasiyanın müqayisə eləyək. Nəticədə bu insanlarda çatışmayan, yəni bu toplumlarda, bu cəmiyyət çatışmayan durum nədir, nə olmuşdur və Allah Azze və Cəllə nə üçün onlar həlak eləmişdir və Allah qorusun bizi nə gözləyir? Onun haqqında danışmağa çalışaq. Bunun üçün yenə biz uca kitabımız Quran-ı Kərimə müraciət edirik. Quran-ı Kərimə baxırıq və Quran-ı Kərimə görürük ki, həqiqətən də uca Allah bizlərə çox gözəl öyüddə nəsihətlər verir. Bizim mənəviyyatımızın yüksəlməsi üçün, mənəviyyatımızın, imanımızın güclənməsi üçün Allah Azze və Cəllə bizə öncəki qövmləri, bizə öncəki yaşamış insanları və onların düşdüyü bəlaları, düşdüyü o, Allah qorusun, o azğınlıq çuxurlarını bizə göstərir ki, biz onlara bənzəməyək, biz onlar kimi olmayaq. Ona görə Quranın bir adı da zikirdir. Zikir nədir? Xatırlatmaqdır. Allah Azze və Cəllə bizlərə beləcə əvvəlki qövmlərin durumunu nə eləyir? Xatırladı ki, biz bəlkə ibrət ala bildik. Bunun üçün baxırıq Quran-ı Kərim Fəcr surəsinə. Fəcr surəsi Quran-ı Kərimin 89-cu surəsidir. Dan yeri mənasını verir. Məkkədə nazil olmuşdur. 30 ayədən ibarətdir. Bizə lazım olan yerlərinə baxacağıq inşallah. Birlikdə Allah Azze və Cəllə buyuruyor ki, and olsun dan yerinə, and olsun 10 gecəyə. Yəni bu 10 gecə Qədir gecəsi olduğu söylənilir. And olsun cütə və təkə, Allahın yaratdığı o cüt və tək mənasında. And olsun ötüb keçən gecəyə. Allah Teala and içməsi, yəni bir şeyə and içməsi, andla başlaması, o and içdiyi, o demək ki, bu nəsnələrin deyək, əşyaların deyək, o şeylərin deyək, yaradılmış şeylərin deyək, and içməsində Allah məqsəd, yəni onların bizim üçün, bizim həyatımız üçün nə qədər önəmli, nə qədər mühüm olduğunu göstərir. Bu da onu göstərdi bizə Allah Azze və Cəllə. Məhər ağıl sahiblərinə görə bunlara and içilməzmi? Rəbbin ad qövmünə, bu da artıq Allah Teala başlayıb bizi xatırlatmağa, Rəbbinin, sən Rəbbin ad qövmünə nə etdiyini görmədinmi? Bəs sütunları, yüksək binaları olan İrəmə, yəni İrəm hökümdarlığı o zaman, məmləkətlər arasında onlar kimi yaradılmamışdı. Yəni biz insanlar, bugünkü müasir insanlar deyirlər ki, biz artıq müasir sivilizasiya çatmışıq, mədəniyyətləri artıq biz qurmuşuq. Amma Allah Azze və Cəllə xəbər verir ki, sizdən də daha güclü qövmlər, toplumlar olubdur. İstər binalar tikməkdə, istər maddi cəhətdən yüksəlməkdə. Məmləkətlər arasında onlar kimi yaradılmamışdı. Yəni onlar kimisi olmayıbdı. Onlar daha böyüyünə, daha inkişafa nail olublar. Vadidə qayaları oyan və ev düzəldən Səmud qövmünə də, yəni Səmud qövmü nə elirdi? O vaxtki dağlardan, qayaların oyurdu. Məsələn, bugün biz istifadə edirik bəzi vasitələrdən dağları yarmaq üçün, oymaq üçün, bir divarı deşmək üçün, dəlmək üçün. Onların zaman demək ki, belə şeylər varmış, onlar buna istifadə edib. Özlərinə dağlarda evlər, mənzillər, qayalarda mənzilə tikiblər bu insanlar. Və dirəklər sahibi Firuana. Onlar öz yurtlarında azınlıq etmişdilər. Oralarda çoxlu fitnə fəsad törətmişdilər. Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi. Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət eləyəndir. Buradan gördüyümüz kimi 14 ayəsini oxuduq Fəcr surəsini. O da gördüyümüz kimi Allah Azze və Cəllə bizə xəbər verir ki, maddi inkişafda, yüksəlişdə, pul, para, evlər, binalar, obyektlər, bu kimi şeylər əvvəl də olubdur. Əvvəlki insanlar da müəyyən qədər maddi cəhətdən inkişaf ediblər. Amma onları çöktürən, onları azdıran şey nə olubdur? Mənəviyyatın olmaması olubdur. Mənəviyyat nədir? Mənəviyyat bizim imanımızdır, bizim vicdanımızdır, ədalət prinsipimizdir,
və mərhəmət pirsimizdir, mərhəmətimiz olmasıdır. Bütün bunlar mənəviyyat tərəfdir. Ancaq maddiyyat tərəf təbii ki, bu puldur, paradır, imkandır, var dövlətdir, dünyalıqdır, dünyada yaşamaq, tərəqqi eləmək, inkişaf eləməkdir, hər tərəfli inkişaf eləmək, bu maddi tərəfimizdir. Yəni, İslam dini, bizim dinimizlə, kitabımızla, Quranımızla, Peyğəmbərimiz də bizə xəbər verir ki, insanları yaşadan, insanları ədalətli, insanları mərhəmətli, insanları eyni zamanda vicdanlı edən şey, o pul, para, maddi refah səviyyəsinin yüksək olması deyil, ancaq mənəviyyat da mümkündür. Mənəviyyatı olmayan bir toplum çökməyə doğru gedən toplumdur. Mütləq bir gün çökəcəkdir. Bugün bizim də toplumumuza baxdığımız zaman görürsünüzmü? İnsanlar bir çox halda imkanlıdır, imkanlar var. Ancaq mənəviyyat olmadığı üçün dünyanın hər yerində belədir. İman, İslam, Quran, kitab, mənəviyyat, axirət dünyasına inanmaq, cənnət, cəhənnəm, ona inanmaq, halallıq, haramlıq, bütün bunlar əxlaq prinsipi, həya, abur, həya, bunlar olmadığı üçün Allah qorusun dünyanın hər yerində, toplumlarda, cəmiyyətlərdə çürümə getməkdədir. Allah qorusun bizim toplumumuz, cəmiyyətimiz də görürük ki, onları təqib edilmək istəyir. Abur, həyanı bir kənara qoymaq, açıq saçılığı təbliğ eləmək, hicabı, örtünü, anamızın, analarımızın, nənələrimizin əxlaqını, həyasını, arını, namusunu bir kənara atıb, əxlaqsızların, həyasızların dalına, arxasına düşüb getməyə istəyir Allah qorusun toplumlar, cəmiyyətlər. Bizimkilər də görürsünüz ki, bir çox halda bunları təbliğ edirlər, bunları reklam edirlər insanlara. Ona görə Allah qorusun, bu bir çöküşdür, bu bir mənəvi çöküşdür, bu əxlaqsızlıqdır, bu həyasızlıqdır, buna dur demək lazımdır. Və Allah Azə və Cəllə bizə göstərdi. Quranda bir çox yerdə göstərir bunu. Peyğəmbər sallallahu bir çox hədislərində, hədis şəriflərində bizə bunu xəbər verir ki, mənəvi cəhətdən yüksəlmədikcə, mənəviyyat yüksəlmədikcə insanların, toplumların, cəmiyyətlərin Allah qorusun maddi rifahın yüksəlməsinin bir anlamı yoxdur. Bir-birlərini didəcək, bir-birlərini yeyəcək, bir-birlərini qətləyəcək, ədalət olmayacaq, mərhəmət olmayacaq, insaf, vicdan bunlar olmayacaq. Heç bir halda olmayacaq, çünki maddiyyat belə bir şeydir, kapitalizm belə bir şeydir. Ancaq sömür, ancaq sad, ancaq hakimiyyət qur onların üzərində, insanların üzərində pullarını, paralarını sömür və nəticə etibarilə nə axirət dünyasına inancı var onlarda, nə cənnətə, nə cəhənnəmə, nə hesab verəcəklərinə. Ona görə sonda yenə xatırladıram, bizə mənəviyyat lazımdır. Bizi qutaran toplumlarımızı, cəmiyyətlərimizi, ailəmizi, övladlarımızı xilas edən, bu uçuruma getməkdən xilas edən şey mənəviyyatdır. Doğru və düzgün şəkildə dinimizi, İslamı, Quranı, kitabı insanlara çatdırmaqdır. Abır həyanı, əxlaqı, namuslu olmağı insanlara çatdırmaqdır. Allah Azə və Cəllə sizlərə bizə yardım eləsin. Bu biraz uzun oldu. Bu mövzu çox uzun mövzudur. Son günlərdə gündəmdə olan mövzudur. Məcbur ki, biz də bunlar haqqında insanlarımıza, sizlərə məlumatlar verək. Allah Azə və Cəllə hamımıza yardım eləsin. Cəmi İslam dünyasına, cəmi müsəlmanlara Allah Azə və Cəllə bu şuur versin ki, onlar Avropanın bu açıq-saçıqlığın arxasınca getməsinlər. Övladlarımız ədəbli olsun, həyalı olsun, gənclərimiz ədəbli, həyalı olsun, qızlarımız, oğlanlarımız ədəbli, həyalı və elmli, imanlı olsunlar. Amin. Allah'a emanet olasınız.